I didn't my homework 2 days ago. Bir səhvdir. Ona görə səhvdir ki, mən sizə dedim ki, baxın, bu didn't burada nədir? Loru dildə izah elədim. Baladır, bala. Hansı anaya bala kömək edər? Ümumiyyətlə sual və inkar cümlələrində istifadə edilən do, does, did, baladır. Ya da don't, doesn't, didn't, baladır. Hansısa ananın balasıdır. Bax gör burada hər hansı bir ana görürsən, əsas feil görürsən. Ana nədir? Əsas feil. Yəni verb 1. Bax gör orada verb 1 var. My əvəzi, homework isim, to, say, they isim, ego da zərf. Var? Yoxdur ki. Deməli, hanı bunun anası? Yox idi. Ona görə bir səhvdir. I didn't do my homework. Yəni burada bir də feil olmalıydı. İkincisi, they used to celebrate New Year last year. Last year hansı zamandır? Keçmiş sadə zaman. Tamam. Used to nə bildirirdi? Keçmiş sadə zamanda adət anlamış hərəkətləri. Özündən sonra nə gəlir? Feilin birinci forması. They used to celebrate. Onlar keçən il yeni ili qeyd edərdilər. Burada problem nədir ki? Used to üstə gələk verb 1. Nədir? Keçmiş sadə zamanda adət anlamış hərəkətləri bildirir. İndicə izah elədim də, indicə başa saldım. 2 düzdür. 3. We are used to walking in sunny weather every day. 3 də düzdür. İndicə izahı verdim. İstisi hələ soyumayıb. Burada nə dedim? Deyirəm ki every day. Every day hansı zamandır? İndiki sadə. Bəs are-la olan nədir? İndiki sadə. Sən bilirsən ki, cümlədə am, is, are varsa indiki sadədir. Cümlədə verb 1 varsa yenə indiki sadədir. Arasında fərq nədir? Am, is, are varsa ismi xəbərdir. İsmi xəbər. Bax, I am a teacher. Bu hansı zamandır? İndiki sadə. You are a student. Bu hansı zamandır? İndiki sadə. It is a pen. Bu hansı zamandır? İndiki sadə. Amma ismi xəbərdir. Başa düşdünüzmü? Bir də var ki, I explain the lesson. Mən dərsi izah edirəm. Bu hansı zamandır? Yenə indiki sadə. Explain, verb 1. İstəyirsən cümlədə hərəkət bildirən feil gəlsin, verb 1. İstəyirsən əmizar gəlsin. Yenə də ikisi indiki sadə zamandır. İndi sənə öyrətdim ki, used to'nun qabağında be used to varsa, yəni əmizar used to varsa, ondan sonra nə gələr? Verb 4 gələr, verb 4. Və everyday'də hansı zaman indiki sadə? Mən bura yesterday yazsam 3 səhv olardı. Niyə? Çünki yesterday keçmiş sadədir, are used to isə indiki sadədir. Başa düşdünüz? Ona görə üçüncüsü də doğruydu. Dördüncüsü, my students don't use to congratulate him on his birthday. Deməli burada səhv var. Niyə səhv var? Nədir bu səhv olan? 4 deyənlərimiz də var burada. Nədir bu səhv olan? Deməli, sənə öyrətdim ki, used to-nu sadəcə keçmiş sadə zamanda işlədə bilərsən. Bax gör, used to-nun qabağında be ya da get var. Heç be get olsa da yenə də sonunda d olmalıdır, d. Used to ifadəsi ingilis dilində yoxdur. Used to ancaq keçmiş sadədə olmalıdır. Keçmiş, don't yox. Nə olmalıydı? Didn't. Bax burada didn't olmalıydı. Didn't used to. Başa düşdünüz? Used to ifadəsi yoxdur. Used to'dur. İnkarda yazırsansa didn't used to. Onu used to eləyən didn'tdır. Bildiniz? Bunun indiki zamanı yoxdur. 4 səhvdir. 5. The teacher got used to explaining English in her use. Burada vermişəm in her use. In her use hansı zamandır? Keçmiş sadə zaman. Düzdürmü? In her use keçmiş sadə zamandır. İndi bu keçmiş sadə zamanda mən sənə nə öyrətdim? Var get used to, var indi get'in keçmişi nədir? Got. Mən burada get used to yazsaydım səhv olardı. Niyə? Çünki in her use keçmiş sadədir. Gəncliyində. Düzdürmü? Bu keçmiş sadənin zərfliyidirsə, deməli sən bura indikini yox, bax elə bu got'u verməlisən, keçmişi. Got used to explaining English. Get'ten sonra indi explaining orada düz oluyor ya. Əgər used to'nun qarşısında get ya da be varsa, özündən sonra verb 4 gəlməlidir. Qızım, bax, buradakı kimi. Used to'nun qabağında be var, yəni əmzar var. Ya da get var. Varsa, bu verb 4 olmalıdır. Burada get'i zamana salmışam da. Axı, use keçmiş sadənin zərfliyidir. Mən burada get yazsam səhv olar. Get yazsam yenə səhv olar. Çünki bu keçmiş sadənin zərfliyidir. Yesterday, in her use, entitled düz deyil. Ona görə də got'la yazmışam və 5-incisi düz olur. 6-cısı, she didn't use it to, səhvdir. Niyə səhvdir? Did varsa feil verb 1'ə dəyişir. Didn't use. Did varsa feil verb 1'ə dəyişir. Verb 1'ə. Başa düşdünüz? Deməli 6 səhvdir. 7. My sister get used to reading books. Bu isə düzdür. Get used to verb 4. Bura düzdür, amma burada səhvimiz var. Mənim bacımı əvəzliklə əvəz eləyin. Nə olur? She.
Üçüncü şəxsin təkində feillərin sonuna nə artırarım? S. Gets used to reading. Deməli, 7-cisi səhvdir. Niyə səhvdir? Üçüncü şəxsin təkində feilin sonunda S yoxdur deyə səhvdir. 8-cisi didn't you to stay at home on corona days səhvdir. Niyə görə? Çünki sən inkarda sual verə bilərsən. Amma sən bilirsən ki, ümumiyyətlə cümlə quranda, cümlənin içərisində məslərdən to hissəciyə atılmalıdır. Öyrənmirsən də, deyirsən ki, mən Bakıya gedirəm. I go to Baku. Deyirsən, I to go. I to go deyirsən. Mən kitablar oxuyuram. I to read books deyirsən, yoxsa I read books deyirsən. I read deyirsən də to-suz deyirsən. Cümlədə to-nu atmalısan. Didn't you stay at home? Eləcə stay. Didn't you stay? Elə olmalıydı. 8-ci səhvdir. 9-uncusu düzdürmü? Bəli, 9-uncusu düzdür. Ona görə düzdür ki, inkarda sualı belə də verə bilərsən, didn't-la. Belə də verə bilərsən. Bir şərtlə ki, tabii da to olmasın. Belə də verə bilərsən, notu bura verirsən. Dərsliyimizdə də var. Did they not, sonra participate. Başa düşdünüz? Belə də verə bilərsən. Did varsa feil nəyə dəyişir? Verb 1-ə dəyişir. Bax, id-si yoxdur. In this meeting deməli, 9-uncusu da düz. 9-uncular başa düşdünüz? Aydın oldu. Deməli, burada doğru cavab nə oldu? 2, 3, 5, 9. Tapan var. 2, 3, 5, 9. 2, 3, 5, 9 diyen var. Bəli, bir dənəsi var orada. Dairə yalnız. Şimdi de Əsma sağ ol sen Əsma. Oradaydım. De bak burada. 2, 3, 5, 9. Əsma dedi ve Əsma'ya gürültülü alqış. Bir şakalarda hak ettin Əsma. Tamam. Başa düşdünüz qaydanı. Aydın oldu. Keçmiş sadə zaman ve indiki sadə zaman əhatə edən testidir. Və içərisində use to qaydası var.